aleyküm. Deməli, müasir avtomobil ustalarımız deyir ki, Malibularda və təzə kruzlarda nə edirsiniz? Bu salon radiatorunu dəyişmək üçün zbor bu torpedanı sökürsən, şiti sökürsən, qardaş, maşın bir gün, 2 gün qalır, bir 250-300 manatda pul lazımdır. Yəni sizin canınıza and olsun ki, deyim ki, bu Azərbaycanda Chevrolet aləmi ilə bağlı olaraq bütün yenilikləri bilirsiniz, sizin qardaşınız paylaşırdı. İndi də qardaşımız yanımıza yaxınlaşıb, bir dənə görsədim burada ki, maşinlikliyi bizi qoyun yerə, görürsünüz buranı. Yəni oğul var ki, bunu sökmədən onu dəyişirəm də mən. Deyim biləsən yəni. Əziz Malibu və Chevrolet kruz sürücüləri, bunu şiti sökmədən bu radiatorları dəyişmək mümkündür. Yəni onu sökməyə ehtiyac yoxdur. Çəkdim ki, sizinlə paylaşım ki, xəbəriniz olsun. Bax, görürsünüz, şit yerində qalır. Qardaş da başqa usta yanına gedib. Özə Chevrolet ustaları adlarını qoyublar. Deyirlər ki, şit sökülsün. 200 manatda qaqaşımıza yaxşı pul deyiblər. 250 manatda belə pul deyirlər. Mən də elə onu sökmədən dəyişirəm.